əməliyyat olunan şəxs necə dəstəmaz alıb, necə namaz qılmalıdır? Bilirsiniz, belə əməliyyatlar vaxtı həkim bəzi qadağalar qoyur. Əməliyyat olunan yerə su dəyməli deyil, çünki zərər ola bilər və s. və ya əyilməli deyil. Belə hallarda, yəni dəstəmaz alarkən nəyi bacarır, necə bacarır, elə dəstəmaz almalıdır. Yəni dəstəmazın şəklini pozmayacaq şəkildə bütün əməllərin edir. Sadəcə hansı yerin edə bilmir, burnuna çox su ala bilmir, az su alsın. Ümumiyyətlə olmaz su almaq, burnuna su almasın. Və yaxud bir kəsin əli sınıb, əli gipslidir və dəstəmaz alan vaxtı bütün dəstəmaz əzalarını yuyur, o gipsli əlini yumur. Ora sadəcə məs çəkir, gips olduğuna görə məs çəkir və ayağı və s. kimi. Amma bacardığın eləyir. Bacardığı qədər uca Allah Quran-Kərimdə buyurur ki, "Fattaqullaha məstəta'tum." Allahdan bacardığınız qədər qorxun. Nə qədər bacarırsan, o qədər şəriətə əməl eləyirsən. Namaza gəldikdə isə namaz da elə. Hansı rükətləri, daha doğrusu namazın əzaların ayaq üstə qıla bilirsən, bacardığın qədər qılırsan və yaxud əyilə bilmədiyin yerləri isə oturursan, əyilmirsən. Və ya ümumiyyətlə hərəkət eləmək olmazsa, tam şəkildə oturduğun yerdə namazı qılırsan. Otura da bilmirsənsə, hətta uzandığın şəkildə namazı qılırsan. Bu da onu göstərir ki, qardaşlar, namaz necə önəmlidir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisində buyurur ki, ayaq üstə namaz qılın. Əgər bacarmırsınızsa, o zaman oturub qılın. Onu da bacarmırsınızsa, uzanıb namazınızı qılın. Yəni o qədər vacibdir ki, hətta uzanıb qılsan belə, ayağa dura bilməsən belə, səcdə eləyib, rükü eləyə bilməsən belə, namazı vaxtın keçirmə, namazı qıl. Çünki namaz elə bir ibadətdir ki, qiyamət günü ilk soruşulan əməl olacaq. O qəbul olunsa, sonra o birisi əməllərə baxacaqlar. Ona görə də çalışaq ki, namazlarımızı xəstə vaxtı belə qoruyaq. Çünki xəstə vaxtı insan Allaha daha çox ehtiyac duyduğu andır. O halda tərk etməli deyil Rəbbini. O halda nə qədər bacarır, o cür Rəbbinə, hansı şəkildə bacarır, şəriətin getirdiyi şəkillərdən o cür Rəbbinə ibadət edir. Daha doğrusunu Allah bilir.